Salam əziz izləyicilər. Mən Daşqın Yunus, Riyaziyyatın Dərinlikləri kanalında yenə də sizinlə bir video paylaşacağım. Və bu videomuz 20 iyun 2025-ci ildə kəsilən müəllimlərin sertifikasiya imtahanına düşən sualların izahından ibarət olacaq. Mən bununla bağlı bir videoda paylaşmışdım, lakin o videoda sualları tam paylaşmamışdım. Həm də şərhlərdən, yəni belə qərara gəldim ki, sualların hamısını paylaşım. Çünki şərhlərdə çox müəllimlər yazıblar ki, onlar asan suallardır, bəs çətinlərini də paylaşmaq lazımdır. İndi sizinlə bütün sualları paylaşacağım. Və burada biz analiz edəcəyik ki, görək bu MIQ səviyyəsidir, yoxsa MIQ-dən asan səviyyədirmi? Tutaq ki, biz sertifikasiya imtahanındayıq və bizə düşən birinci sual belədir. Birinci sualımız. Açıq bucağın tərəfləri arasından keçən şua onu fərqi 40 dərəcə olan iki bucağa ayırır. Yəni, açıq bucağın, deyir, açıq bucağın tərəfləri arasından keçən şua, tərəfləri arasından keçən şua onu fərqi 40 dərəcə olan iki bucağa ayırır. İki bucağa ayırır. Baxın müəllimlər, bu sualı oxuyandan sonra artıq bunun sual hissəsini heç oxumağa ehtiyac olmadan bizim ağlımıza gəlməlidir ki, açıq bucaqdırsa, deməli bunların cəmi 180 dərəcədir və burada verildiyinə görə də fərqi 40 dərəcədir. İndi biz bunları toplasaq, y ilə mənfi y sıfıra gedəcək. 2x bərabərdir 220 və x bərabərdir 110 alınacaq. Bizdən indi nə soruşur? Böyük bucağı tapın. Böyük bucaq 110 dərəcə. Burada cavabımız olacaq 110 dərəcə. İkinci sualımız. İkinci suala baxırıq. Görürük ki, belə bir sualdır. A bərabərdir 2 üstü m vur 3 üstündə 5 vur 7 üstü n. B bərabərdir 2 üstü 3 vurulsun 3 üstü k vur 7 üstündə 4 vur 5 üstündə 2. Əbob A, B bərabərdir 2 üstü 2 vur 3 üstü 4 vur 7 üstü 3 olarsa, m üstəgəl, n üstəgəl k-nı tapın. Gəlin baxaq. Biz bilirik ki, A və B-nin əbobunu tapanda ortaq vuruqları götürəcəyik. Ortaq vuruqlar. Həm də ortaq vuruqlardan dərəcəsi kiçik olanı götürəcəyik. İndi baxın, 2-ni götürübmü? Bəli. İndi 2-lərə baxaq. 2-nin üstü 3 var, bir də m var. Burada isə 2 üstü 2-dir. Yəni dərəcəsi kiçik olanı götürdüyü üçün deməli ki, m 2-dir. Sonra 3'ü götürübmü? Bəli, 3 üstü 5, 3 üstü k var. Burada 3 üstü 4'dür. Deməli k olacaq 4. 7'ni götürüb bir də. 7 üstü n, 7 üstü 4 də 7 üstü 3'dür. Deməli n olacaq 3. Beləliklə də m 2 oldu. N 3 oldu. K da 4 oldu. 5 ilə 4'ü elədi 9. Bu da cavabımız olacaq 9. Sonra 3-cü sualımıza baxaq. Banka qoyulan 60.000 manat pul hər il qoyulan məbləğin 6.5% qədər artım verir. 2 ildən sonra məbləğ nə qədər olar? Bunu sadə yolla, alqoritmik şəkildə həll edəcəm. Heç düstura da qaçmayacağım. Tutaq ki, burada artım düsturu bizim yadımızdan çıxıb. Yəni banka qoyulan 60.000 manat pul var. 60.000 manat pul var. Bu deyir, hər il qoyulan məbləğin 6.5% qədər artır. Yəni hər il qoyulan məbləğin 6.5% qədər artım verir. 2 ildən sonra deyir məbləğ nə qədər olar? Baxın, birinci il mən 60.000 manat pul qoymuşam. İndi mən bu 60.000 manatın üzərinə 60.000 manatın 6.5%-ni gələcəm. Buradan 2 sıfırı bura vurmalıyam. Onda vergül 2 dənə sağa çəkiləcək. Bu 650 eləyəcək. Yəni 60.000-in üzərinə 6 vurulsun 650. Yəni buradan 2 sıfırı, yəni 100'ü 6.5'ə vurdum. Vergül 2 dənə sağa çəkildi. 650 oldu. Burada 6 qalır. 6 vurulsun 650.
Deməli 6 və 0-ın 0, 6 və 5-in 30, 3 yadda, 36 o da 3, 39. 60.000 üstəgəl 3.900. Bu oldu 63.900. İndi hər il deyir, hər il. Qoyulan məbləğin 6.5% qədər artım verir. Yəni mən 60.000 qoymuşamsa, birinci il bu qədər artım verdi, düzdürmü? İkinci il yenə də bu qədər artım verəcək. Baxın, qoyulan məbləğin, qoyulan 60.000-in 6.5% qədər artım verir. Biz birinci il 60.000-in 6.5%-ni tapdıq, 60.000-in üzərinə gəldik. İkinci il yenə 60.000-in 6.5%-ni tapacağıq və bunun üzərinə gələcəyik. Bu da 67.800 olacaq. Bir var ki, banka pul qoymuşam və bu pul hər il eyni faiz qədər artır. Bir də var ki, hər il qoyulan məbləğin müəyyən faizi qədər artır. Yəni qoyulan məbləğin 6.5% nə eləyir? 3900. Deməli, birinci ildə 3900 artacaq, olacaq bu. İkinci ildə 3900 artacaq, olacaq bu qədər. Deməli, 2 ildən sonra məbləğ nə qədər olar? 67.800 olacaq. Loqaritma, deməli, biraz yuxarı eləyək. Loqaritma 2 əsasdan 3 bərabərdir m. Loqaritma 2 əsasdan 18-i m ilə ifadə edin. Bərabərdir loqaritma 2 əsasdan 18 nədir? 2 vurulsun 9-dur. Loqaritma 2 əsasdan 2 üstəgəl. Loqaritma 2 əsasdan 9. O da bərabər. Loqaritma 2 əsasdan 2 1 eləyir. Loqaritma 2 əsasdan 9-u isə 2 əsasdan 3-ün kvadratı yazacağım. Bu kvadrat düşəcək qabağa. 1 üstəgəl 2 loqaritma 2 əsasdan 3. 1 üstəgəl loqaritma 2 əsasdan 3 m'dir. 1 üstəgəl 2m olacaq burada cavabımız. 5-ci sual limit ilə bağlıdır. Limit n yaxınlaşır sonsuzluğa. 2n kvadrat çıx 3n üstəgəl 5. 4n kvadratı çıxılsın 2n. Burada dərəcəsi böyük olanın əmsallarını götürəcəyik. 2 böl 4. Bu da 2-də 1 və ya 0,5 eləyəcək. Gəlirik 6-cı sualımıza. Bir dəqiqə. 6-cı sualımız. Deməli, x kiçikdir 6, 3x çıxılsın 9 böyük bərabərdir 0. Tam həllərin cəmini istəyir. Biz buradan alacağıq x kiçikdir 6, 3x böyük bərabərdir. Bu çıx 9-u digər tərəfə çəkiləcəm, müsbət 9 olacaq. İndi burada işimiz yoxdur. Bunu hər dəfə olduğu kimi yazırıq. Bunu hər dəfə 3-ə bölək. X böyük bərabərdir 3. Deməli ki, 3-dən böyükdür, 6-dan kiçikdir. 6-dan konkret olaraq kiçikdir. Yəni 5-dir, 4-dür. 3-dən isə həm böyükdür, həm də 3-ə bərabərdir. Yəni 3 də ola bilər. 3 də ola bilər və 3-dən böyük, 4, 5. Deməli ki, tam həllərin cəmini soruşduğu üçün 3 üstəgəl 4 üstəgəl 5. Bu da 12 eləyir. Sonra gəldik 7-ci sualımıza. X kubu üstəgəl x kvadrat üstəgəl 2x üstəgəl m ifadəsi x üstəgəl 1-ə tam bölünür, m-i tapın. Yəni bu ifadə buna tam bölünürsə m-i tapın. Necə tapa bilərik burada biz m-i? Necə tapa bilərik? Və 11-ci sinif sualıdır bu. Bu 11-ci sinif dərsliyində olan bir sualdır. Çoxhədlilərin bölünməsinə aid bir sualdır. Və orada deyilir ki, əgər bir çoxhədli hər hansı bir iki hədliyə bölünürsə, onda bu iki hədlinin kökü bu çoxhədlinin köküdür. Kök nədir? İfadəni sıfıra çevirən qiymət. Deməli ki, bunun kökünü tapmaq üçün mən bunu sıfıra çevirən qiyməti tapacağam. Gətirib burada yerinə qoyacağam. Bu kök bunun da köküdür. Onda bu ifadə də sıfıra çevriləcək. Deməli, x-in yerinə -1 yazanda -1-in kubu -1, -1-in kvadratı müsbət 1. 2 dəfə -1-in -2 üstəgəl m bərabərdir 0. -1 üstəgəl 1 bu getdi 0-a. Buradan -2-ni digər tərəfə keçirəcəm, müsbət 2 olacaq və m bərabərdir 2 olacaq. Baxın, bu 11-ci sinif sualdır. 11-ci sinif. Baxın, bu 8-ci sinif sualdır. Baxın, bu limit yenə də 11-ci sinif sualdır.
Və bu loqaritma 10-cu sinif sualıdır. Baxın burada faiz. Faiz mövzusu 7-ci sinif sualıdır. Baxın açıq bucaq 7-ci sinif sualıdır və yaxud da 6-cı sinif sualıdır. Yəni dərslikdə olan mövzulardan götürülmüş suallardır və asan suallardır. Sırf yəni düşünmək məhdud olan bir var ki, miq səviyyəsində əməlli başlı düşünməyə ehtiyac var. Bir də var ki, hələçili, yəni düşünməyə elə də ehtiyac yoxdur. Baxın, limitdir, bilirik, konkret üsulunu bilirsinizsə, dərəcəsi böyük olanların əmsalları götürülənir. Bərabərsizlikdir. Sadəcə burada 9-u digər tərəfə keçirib hər tərəfi 3-ə bölməliyik. Ondan sonra da sərhədlər verilir də, o sərhədlər arasındakı ədədləri tapmalıyıq. Burada loqaritmanı hesablamaq rahat bir şeydir. Yəni rahat düstur məsələsidir bu. Bu da tutaq ki, biz düsturu bilmirik, yenə də üsulla da gedə bilərik. Yəni bir dənə həlli yoxdur. Bir neçə həlli olan bir məsələdir ki, hansını istəsəz gedə bilərsiniz. Açıq bucaq da bu 7-ci sinif məsələsidir. Açıq bucağı bilmiriksə daha niyə dərs deyirik? Və əbob-əçob hesablanmağı. Bu da 6-cı sinif məsələsidir. 6-cı, 7-ci sinif məsələlərdir. Yəni hələçilik 7 dənə sualımız belə rahat gəlib. Görək növbəti suallarımız necə olacaq? İndi gələk 8-ci sualımıza baxaq. 8-ci sualımız. Deməli, 8-ci sualda nə deyilir? Bir dəqiqə, əziz izləyicilərim. Belə bir sualdır. 3 ədədin ədədi ortası 65-dir. 65. Birinci ədəd 57-dir. Birinci ədəd 57-dir. İkinci ədəd birinciden 5 vahid böyükdür. İkinci ədəd birinciden 5 vahid böyükdür. Yəni 57 ilə 5-i 62-dir yəni. Bax 3 ədədin ədəd ortası 65-dir. Birinci ədəd 57-dir. İkinci ədəd birinciden 5 vahid böyükdür. Yəni 62-dir. Üçüncü ədədi tapın. Üçüncü ədədi tapın. Gəlin tapaq. Ədədi ortanın düsturuna əsasən bunları toplayıb sayına bölməliyəm. Bu zaman 3'ü vuracağım 65'e. Demək 57'ni 60, 50'ni 60'ı 110, 7'ni 2'ni 9, 110, 9 üstə gəl 2 bərabərdir. 3 dəfə 60'ın 180, 3 dəfə 5'in 15, bu da olacaq 195. İndi x-i tapmaq üçün 195'dən 119 çıxmalıyam. 119 çıxmalıyım. 15'dən 9 çıxanda 6, 8'dən 1 çıxanda 7. Cavabımız olacaq 76. 8-ci sualda rahat sualdır. Bu statistika mövzusuna aid sualdır. Statistika mövzusuna aiddir. Bilirsiniz statistikada ədədi orta var, moda var, median var. Yəni bu da 7-ci sinif sualıdır. Gəldik 9-cu sualımıza. 9-cu sual integraldır. İntegral. Bir dəqiqə. 9-cu sualı açın. Zəhmət olmasa bir dəqiqə. Dokuzuncu sualımız integral mənfi 1'dən 2'yə 3x kvadratı üstə gəl 2x üstə gəl 1 dx. Bunu hesablamaq lazımdır. Gəlin hesablayaq. Tutaq ki, burada integralın sərhədləri yoxdur. Düzdür. Biz bilirik ki, bu integralın içərisində cəm varsa, biz hər bir həddi ayrı-ayrılıqda hesablayıb sonra cəmləyə bilərik. Yəni cəmin integralı integrallar cəminə bərabərdir. Yəni integral mənfi 1'dən 2'yə 3x kvadratı dx üstə gəl integral mənfi 1'dən 2'yə 2x dx üstə gəl integral mənfi 1'dən 2'yə 1 dx. Elə 1 dx də yazıram. Bərabərdir. İndi integral, bax bunların hamısı görürük ki, deməli qüvvət funksiyalarıdır da. Və biz bilirik ki, qüvvət funksiyalarının düsturu nədir integralda olan? İntegral x üstü m dx bərabərdir x üstündə bax dərəcənin üzərinə 1 gəlib alınan dərəcəyə bölürük. Yenə də o qaydanla gedəcəyik. Deməli 2'nin üstünə 1 gəlirik 3, 3'ə bölürük. 3'lər ixtisar gedir, x kubu qalır. Bərabərdir.
Gəlin elə açıq-açığına da yazaq. Bax, 3 vurulsun, x kubu bölü 3. Sərhədlərdə mənfi 1-dən 2-yədir. Üstəcə 2 vurulsun. Bax, bunun dərəcəsi 1-dir də. 1-in üzərinə 1 gələndə 2 eləyəcək. Elə 2-yə də bölürəm. Sərhədlər mənfi 1-dən 2-yə. Üstəcə, nəyin törəməsi 1-ə? Bax, burada 1 olmağı demək ki, x-in dərəcəsi 0-dır. Hər halda x-in dərəcəsi 0 olanda 1 eləyir, düzdür? X-in dərəcəsi 0-dır. İndi mən üzərinə 1 gələndə x üzərində 1 olacaq. 1-ə də böləcəm. Bərabərdir. Bax, burada 3-lər gedir, qalır x kubu. Mənfi 1-dən 2-yə. 2-lər gedir, qalır x kvadratı. Mənfi 1-dən 2-yə. Burada da 1-ə bölmə ilə özü deməkdir. Üstə gəl x mənfi 1-dən 2-yə. İndi bu sərhədlər ki var, bu sərhədlər o deməkdir ki, bir dəfə üstdəki sərhəddi qoyacağım, bir dəfə aşağıdakı sərhəddi bir-birindən çıxacağım. Bu Newton-Leibniz düsturuna əsasən gedəcəyik. 11-ci sinif sualıdır bu da. Deməli, 2-nin kubu, bax, x-in yerinə 2 qoyacağım. 2-nin kubu 8, çıxılsın mənfi 1-in kubu mənfi 1. Çıx 1 yox, çıx mənfi 1. Bax, burada da çaşmalar olurdu hərdən. Üstə gəl, 2-nin kvadratı 4, çıx mənfi 1-in kvadratı 1. Üstə gəl, x-in yerinə 2 qoyuram, çıx mənfi 1. Bərabərdir. 8 çıx mənfi 1 eləyəcək 9. Üstə gəl, 4-dən 1 çıxanda 3. 2-dən mənfi 1 çıxanda da 3. 3-dən 3-ə 6, 6-dən 9-u da elədi 15. Burada da cavabımız olacaq 15. Bu neçənci sinifdir? 11-ci sinif sualıdır. 11-ci sinif sualıdır. Amma 11-ci sinif integral mövzusundan düşən ən sadə tipdə sualdır. Çünki konkret düstura əsaslanır. Yəni, baxın, hamısı deməli, qüvvət funksiyalarıdır. Yəni, biri qüvvət, biri loqaritma, biri trigonometriya deyil ki, deyək ki, müəllimlər burada çətinə düşür. Yəni, hamısı konkret bir dənə düstura əsaslanan bir integralın açılışıdır. Bu 7-ci sinifdir, bu yenə də 11-ci sinif sualıdır. Gəldik, indi növbəti 10-cu sualımıza. Görək, 10-cu sualımız nədir? Hədləri 4, 8, 12, 16 olan ədədi silsilə verilir. Ədədi silsilə. Bu ədədi silsilədə ilk 12 həddin cəmini bizdən soruşur. Deməli, belə bir ədədi silsilə verilir. İlk 12 həddin cəmini soruşur. S12-ni tapmaq üçün mən A12-ni tapacağım. A12 bərabərdir A1, üstə gəl 11-dir. Bərabərdir A1 4-dür. 11 vurulsun. D nədir? 4, 4 artır da. Üstünə 4 gəldim, 8, üstünə 4 gəldim, 12, 4, 4 artır. 11-i 4-ə vur, 44 ilə 4-ü 48 eləyir. İndi S12 də bərabərdir A1 üstə gəl A12 bölü 2 vur 12. Düstur. 2 ilə 12 ixtisar gedir. Qalacaq A1 üstə gəl A12 vurulsun 6. İndi A1-imiz 4-dür. A12-ni də tapdıq 48-dir. Vurulsun 6. 4 ilə 48 52 eləyir. 52-ni də 6-ya vuranda 312 eləyir. Cavabımız 312. Bu da 9-cu sinif mövzusudur. Yəni, ədədi silsilə, həndəsi silsilə 9-cu sinif mövzusudur. Hətta 9-cu sinif buraxılış imtahanına düşən tip sualdır. Gəldik 11-ci sualımıza. 11-ci sual. Baxın, Viet teoremi ilə bağlıdır. Viet teoremi ilə bağlıdır 11-ci sualımız. X kvadratı çıx 4x üstə gəl 1 bərabərdir 0 olarsa, x2 bölü x1 üstə gəl x1 bölü x2-ni tapın. Məxrəcləri vuraq, surətləri çarpaz vuraq. x2-nin kvadratı üstə gəl x1-in kvadratı bərabərdir. Bax, məxrəclərdə köklərin hasilidir. Köklərin hasili 1-dir. Surətdə müxtəsər vurma düsturuna əsasən x1 plus x2-nin kvadratı minus 2x1 x2. Bu da bərabərdir. Toplayanda köklərin cəmi 4-dür. 4-ün kvadratı 16 çıxılsın. 2 vur, köklərin hasili də 1-dir. 16 çıx 2. Bu da 14 eləyir. Cavabımız olacaq 14. 11-ci sualımız. Viet teoreminin tətbiqi və müxtəsər vurma düsturları. Müxtəsər vurma düsturları 7-ci sinifdədir. Viet teoremi də 8-ci sinifdədir. Yəni, bu 7-ci, 8-ci sinif sualıdır. Gəldik 12-ci sualımıza.
12-ci sualımız. 12-ci sualda görək nə deyilir? Aha. Kosinus üstündə 4, 4x çıx sinus üstündə 4, 4x. Deyir ki, bunun dövrünü tapın. Dövrünü tapın. Biz də bilirik ki, baxın, kosinus kx-in dövrü 2 pi böl k'dır. Amma kosinus kvadratı kx-in dövrü pi böl k'dır. Yəni, dərəcəsi cüt olarsa pi böl k. Dərəcəsi tək olarsa 2 pi böl k. Eyni ilə sinusda da o şəkildədir. İndi baxın, burada k 4'dür. Biz ya 2 pi böl 4 yazacağıq, ya da pi böl 4 yazacağıq. Baxın, dərəcə cüt olduğuna görə pi böl 4 olacaq. Bax, bunun dövrü pi böl 4'dür. Bunun da dövrü eyni qayda ilə pi böl 4'dür. Dərəcələr, bağışlayın, dövrlər pi böl 4 olduğuna görə deməli ki, cavabımız pi bölünsün 4 olacaq. Əgər fərqli olsaydı, məsələn, birində pi böl 3, birində pi böl 4 olsaydı, onda onların əkobunu götürəcəkdik. Ortaq deməli, dövr olaraq onların əkobunu götürəcəkdik. Gəldi 13-cü suala. 13-cü sualımıza baxaq bir. Bir dəqiqə. Bir dəqiqə. 13-cü sual. Yenə də deməli, integrala aiddir. Y bərabərdir 2x kvadratı, y bərabərdir 0, x bərabərdir 2, x bərabərdir 3 düz xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Bu düz xətlərlə hüdudlanmış fiqurun sahəsini biz tapmalıyıq. Gəlin tapaq. Birinci biz bilməliyik ki, y bərabərdir 0 hansı düz xətdir? Y bərabərdir 0 x düz xəttidir. Yəni, absiz oxudur. Yəni, bu həm x ilə, həm də y bərabərdir 0 ilə işarə olunur. Eyni qayda ilə də bu həm y-dir, həm də x bərabərdir 0 düz xəttidir. Bunu bilməliyik. İndi x bərabərdir 2, x bərabərdir 3-ü də qeyd eləyək. 1, 2, x oxu üzərində 2, x oxu üzərində 3. Bunlardan düz xət çəkəcəm. Bax, bu düz xət x bərabərdir 2 düz xəttidir. Bu isə x bərabərdir 3 düz xəttidir. Bunları çəkdim. Oldu mu? Bu da, bax, bunu da qırmızı ilə çəkirəm. Çünki bunu da məsələdə verir. Y bərabərdir 0 düz xəttidir. Y bərabərdir 0. Qaldı bir dənə parabolanı çəkmək. İndi biz parabolanı gəlin çəkək. Bu da kx kvadratı parabolasıdır. Bu parabola koordinat başlanğıcından keçən bir paraboladır. Baxın. 2x kvadrat parabolası. Deməli, əslində bizə, bax, burada qalan bu trapesiya var, ha, bax, əyri xətli trapesiya. Bax, bu trapesiyanın sahəsini hesablamaq lazımdır, əslində. Bu trapesiyanın sahəsi də, əyri xətli trapesiyanın sahəsi də integralla hesablanır. Biz necə hesablayacağıq bu əyri xətli trapesiyanın sahəsini? İntegral 2-dən 3-ə qədər, bu funksiyanın altındakı sahə. Bu funksiyada 2x kvadratıdır. 2x kvadratı dx. Yəni, bu hansı funksiyadırsa, onu bura yazırıq. Bunun altındakı sahəni hesablamaq üçün sərhədlərdə 2, 3'dür. Vəssalam. Bu 11-ci sinif mövzusudur. 11-ci sinifdə integralla əyri xətli trapesiyanın sahəsini hesablamaq mövzusudur. Və həmin mövzuya aid olan çox asan bir sualdır. Yəni, bu mix səviyyəsində sual deyil, yəni. İntegral sadəcə 11-ci sinif səviyyəsi olduğu üçün biraz müəllimlərə çətin gələ bilər. Çünki elə müəllimlər var ki, illərlə aşağı siniflərə dərs deyir, yəni yuxarı sinifə dərs demədiyi üçün ola bilər ki, 11-ci sinif mövzusundan olan sual ona çətin gələ bilər. İndi integral 2-dən 3-ə, bağışlayın, integral qoymalı deyildim. Bunu bayaqçı qayda ilə, bax, üzərinə 1 gəlirəm 3, elə 3-ə də bölürəm, olacaq 2 vurulsun, x kubu böl 3. Hardan? 2-dən 3-ə. Bərabərdir. İndi bir dəfə 3 qoyacam, 3-ün kubu 27 eləyir, 27-ni 2-yə vuranda, deməli, 54, 3-ə böləndə 18. Çıxılsın, indi 2-ni qoyacam, 2-nin kubu 8, 8-i 2-yə vuranda 16, 3'ə böləndə 3-də 16. O da bərabərdir. Bunu da onda 3'də yazacağım. 3'də 54 çıxılsın 16. Bu da 3'də 14'dən 6 çıx 8, 4'dən 1 çıx. Deməli olacaq 3'də 38 olacaq bu da.
integralla bağlı bir sualdır. Düz hesabladıq mı? 3-ü qoydu. 3-ün kubu 27. 27 3-ə böl 9. 2-yə vur 18. 2-nin kubu 8. 8 2 16. 3-də 16. 3-də 54 çıx 16. Bəli, 3-də 38 eləyir. Gəldik 14-cü sualımıza. 14-cü sual belə bir sualdır. Loqaritma 2 əsasdan x kvadrat çıx 1 bərabərdir 3 olarsa, tənliyin köklər hasilini tapın. Köklər hasili. Tənliyin köklər hasilini tapın. Gəlin tapaq. Deməli, x kvadratı çıx 1 bərabərdir 2 üstündə 3. O da bərabərdir 8. Buradan x kvadratı bərabərdir. Mənfi 1-i digər tərəfə keçib 8-dən toplayacağım 9. X bərabərdir plus minus 3. Köklər hasili mənfi 3 vurulsun 3. Bu da mənfi 9 eləyəcək. Mənfi 9. Loqaritma mövzusudur. Loqaritma 10-cu sinif mövzusudur. Bu da 11-ci sinif mövzusudur. Bu da eyni qayda deməli 10-cu sinif mövzusudur. Ya da 9-da da var, 8-də də var trigonometriya. Gəldik 15-ci sualımıza. 15-ci sualımız ehtimala aiddir. Ehtimala aid bir sual. Deyir ki, məktəb sözünün hərfləri kəsilərək qutuya atılır və qutudan geri qaytarılmamaqla çıxarılaraq sözlər düzəldilir. Məktəb sözünün yaranma ehtimalını tapın. Gəlin baxaq. Məktəb sözünün yaranması üçün birinci M hərfi gəlməlidir. Neçə hərfdəndir bu? 1, 2, 3, 4, 5, 6 hərfdən. 6 hərfdən biri M-dir. Deməli, M-nın gəlmə ehtimalı 6-dan 1-dir. Vurulsun. M-nı çıxartdıq, qaldı burada 5 dənə hərf. İndi ikinci Ə gəlməlidir. Ə-dən 2 dənədir. Deməli, Ə-nin gəlmə ehtimalı 5 hərfdən ikisidir. 5-də 2. Ə-ni də çıxartdıq, qaldı 4 hərf. İndi Ç gəlməlidir. Ç-nın gəlmə ehtimalı 4-dən 1-dir. Ç da getdi, qaldı 3 hərf. T gəlməlidir. T-nın gəlmə ehtimalı 3-də 1. Ə-nin gəlmə ehtimalı 2-də 1. B-nın gəlmə ehtimalı 1. Bərabərdir. Gəlin indi bunu hesablayaq. Bax, bu 2 ilə bu 2 ixtisar gedəcək. Yuxarıda ancaq 1-lər qalır. Aşağıda da 3, 4, 5, 6 qalır. 3 dəfə deməli 4-ün 12. 12-ni 5-ə vuranda 60. 60-ı da 6-ya vuranda 360. Cavabımız olacaq 360'da 1. Gəldi 16-cı suala. 16-cı sualda bax belə xətlər verilir. Bax belə xətlər verilir. Deyir ki, neçə dənə düzbucaqlı alınır? Neçə düzbucaqlı alınır? Deməli, burada tutaq ki, burada n dənə xət var. N dənə xət 2-2 öz aralarında yerlərini dəyişir. Onda kombinizon n-dən 2. Vurulsun, burada da tutaq ki, m dənə xət var. Kombinizon m-dən 2. İndi bizə burada verir, tutaq ki, misal üçün deyirəm, 8 dənə xət, bax belə 8 dənə xət verir. Burada tutaq ki, misal üçün bizə verir, nə deyim, 5 dənə xət. Onda belə olacaq. Kombinizon 8 dənə xətdən ikisi vurulsun, kombinizon 5 dənə xətdən ikisi. Bu qədər düzbucaqlı alınacaq. Deməli, bax, bu kombinatorika elementlərinə aiddir. Deməli, dim test toplusu ikinci hissədə düşən suallardan biridir. Yəni, oradakı tip sualdır. Orada da xətləri verir. Paralelogram, neçə dənə paralelogram alınır? Belə bir sual var. Baxın, bu ehtimaldır, amma 7-ci sinif ehtimaldır. 7-ci sinif mövzusudur. Bu kombinatorika elementlərdir. Yəni, bu da düzdür, böyük sinif, deməli, yuxarı sinif mövzusu olsa da, amma deyim, ikinci hissə test toplusunda verilən tip sualdandır. Əgər siz birinci, ikinci hissə dim test toplularını yaxşı şəkildə bilsəniz, yəni bu suala cavab verə bilərsiniz. Yəni, bura qədər olan suallara cavab verə bilərsiniz. Bəlkə bundan sonrakılar da cavab verə bilərsiniz. İndi baxa görə bundan sonrakılar nədir? Hələ ki, yaxşı gedir, hələ ki, asan suallar gəlir. 17-ci sualımıza baxaq. Y bərabərdir 3x kvadratı çıxılsın 18x. Funksiyasının azalma aralığını tapın. Azalma aralığını tap. Bunun azalma aralığını necə tapacağıq? Funksiyanın azalma aralığı y eşitdir kiçik bərabərdir 0-dır. Yəni,
3x kvadratı çıx 18x-in törəməsi kiçik bərabərdir 0. Törəmə nədir? Törəmə alınanda bax bu 2 düşəcək qabağa 3-ə vurulacaq. Buradan 1 çıxacam. Və 1 qalır, bunu yazmıram. Çıxılsın x-in törəməsi 1 eləyir, qalır 18 kiçik bərabərdir 0. 6x kiçik bərabərdir 18, x kiçik bərabərdir 18 6-ya böl 3. Bu da olacaq mənfi sonsuzluqdan 3-ə kimi. Bu belə mötərizədir, bu da belə mötərizədir. Azalma aralığı oldu mənfi sonsuzluqdan 3-ə kimi. Burada törəmi almaq əsas bizə lazımdır. Deməli, a x üstü n-in törəməsi belə tapılır. N düşür qabağa a-ya vurulur. A-n. Bu x-in üzərindəki n-dən isə 1 çıxılır. Baxın, 2 düşür qabağa 3-ə vurulur 6. Bax, necə ki n a-ya vuruldu a-n. Bu da 2 də 3-ə vurulur 6. Buradan 1 çıxılır. X üstü 1. 6x. Qaldı ax-in törəməsini tapmaq. Ax-in törəməsi isə sadəcə a-ya bərabərdir. Yəni, bunlar düsturlardır. Yəni, burada fikirləşməli bir şey yoxdur. Baxın, funksiya azalma aralığını tapmaq düsturu. Y iştirik kiçik bərabərdir 0. Sonra törəmə almaq düsturları. Yəni, konkret düsturdur. Yəni, burada çətinlik çəkəsi, fikirləşəsi bir şey yoxdur. Əgər düsturu bilsəniz, bunu da həll edə bilərsiniz. Bu da 11-ci sinif mövzusudur. 11-ci sinif əsasən çox ədlər, sonra limit, törəmə, inteqralla bağlıdır. Başdan ayağa bunlardır əsasən. 18-ci sualımıza baxaq. Görək 18-ci sualımız nədir? İndi ona da baxaq. Hələ ki, yaxşı gedir. Belə bir sadə sualdır. P kvadratı bölünsün P çıx 3, üstəcə 9 böl 3 çıxılsın P. Bərabərdir. Mən deyərdim ki, bu misal, bu imtahandakı ən sadə misaldır. P kvadratı bölünsün P çıxılsın 3. Bax, bu P çıx 3'dür, bu 3 çıx P'dir. Bunlar bir-birinin əksidirlər. Ona görə də mən burada üstəcəlin yerinə çıxma qoyub, bunu əksinə çevirə bilərəm. Məxrəclər eyniləşdi deyə, eyni məxrəclər yaza bilərəm. P kvadrat çıx 9. Artıq bu oldu müxtəsər vurma düsturu. P çıxılsın 3. P üstəcəl 3 bölünsün P çıx 3. P çıx 3'lər getdi. Qaldı P üstəcəl 3. Cavabımız P üstəcəl 3 olacaq. Bu da 7-ci sinif mövzusudur. 7-ci sinif mövzusudur. Buradan da qutardıq. Hələ ki, rahat suallardır. Gəlirik 19-cu sualımıza. Deməli, belə bir sualdır. Y bərabərdir 5 üstündə 3x üstəcəl 1. Funksiyanın tərsini tapın. Funksiyanın tərsini tapın. Tapaq. Bu funksiyanın tərsini tapmaq üçün, müəllimlər, funksiyanın tərsini tapmaq nə deməkdir? X-i təhləmək deməkdir. Yəni, birinci mən hər tərəfi loqaritmləyəcəm. Yəni, bax, buranı loqaritm 5 əsasdan loqaritmləməliyəm ki, 3x üstəcəl 1 düşsün aşağı və mən x-i təhliyə bilim. Deməli, loqaritma 5 əsasdan y bərabərdir loqaritma 5 əsasdan 5 üstündə 3x üstəcəl 1. Bax, bu 3x üstəcəl 1 düşəcək qabağa. Loqaritma 5 əsasdan 5 1 eləyir. Burada bunu yazaq. Loqaritma 5 əsasdan y bərabərdir 3x üstəcəl 1. İndi buradan 1'i çıxacam. Loqaritma 5 əsasdan y çıx 1 bərabərdir 3x. Hər tərəfi 3'ə böləcəm ki, x-i tapım. Loqaritma 5 əsasdan y çıx 1 bölü 3 bərabərdir x. İndi x-i təhliyəndən sonra yerdə qalır bir dənə əməliyyat. X ilə y-in yerlərini dəyişmək. X-in yerinə y üstü mənfi 1 yazacağım. Bunun da yerinə x yazacağım. Belə olacaq. Loqaritma 5 əsasdan x çıx 1. Baxın, verilmiş funksiyanın tərsi oldu bu funksiya. Yəni, bu loqaritmik çevirmələrə aid olan bir sualdır. Həm loqaritmik çevirmələrə aiddir, həm də ki, funksiyalar mövzusuna aiddir. Funksiyanın tərsinin tapılması mövzusuna aiddir. Yəni, sadə sualdır. Sadə sualdır. Deməli, çətin bir şey yoxdur. Miq səviyyəsi deyil bu. 19-cu sualımızı da elədik. İndi gələcəyik 20-ci sualımıza. 20-ci sual belə bir sualdır. 25 çıxılsın kosinus kvadratı x çıx sinus kvadratı x bərabərdir. Bunu hesablamaq tələb olunur.
25 çıxılsın kosinus kvadratı x üstəgəl sinus kvadratı x. Bu 1 eləyir. 25-dən də 1 çıxanda 24 eləyir. Gəldik 21-ci sualımıza. Görək 21-ci sualımızda nələr var? Deməli, bizə bir vektor verir. A vektoru 1, mənfi 1, 2 və B vektoru verir. Mənfi 1, mənfi 6, 4. Vektorun uzunluğunu tapın. Vektorun uzunluğunu tapın. Hansı vektorun uzunluğu? 2A çıxılsın B. Vektorunun deyir. Vektorunun uzunluğunu tap. 9-cu sinif mövzusu. Baxın, bu 8-ci sinif mövzusudur. Bu da 9-cu sinif mövzusudur. Yəni, dərsliklərdə olan suallardandır. Deməli, nə edəcəyik? Deməli, əvvəlcə A-nı 2-yə vururuq, sonra B-ni çıxırıq. Bax, A vektoru budur. Bunun hər tərəfini 2-yə vuracağım. Deməli, 2A bərabərdir. Bax, bunun hər tərəfini 2-yə vuracağım. 1-i 2-yə vuranda 2. Mənfi 1-i 2-yə vuranda mənfi 2. 2-ni də 2-yə vuranda 4. Oldu mu? B vektoru da bildiyimiz kimi, bax, mənfi 1, mənfi 6, 4-dür. İndi bunları çıxaq. 2A çıx B bərabərdir. Bax, 2A'dan B çıxacaq. 2-dən mənfi 1 çıxanda 3. Mənfi 2-dən mənfi 6 çıxanda. Mənfi 2-dən mənfi 6 çıxanda 4. 4-dən də 4 çıxanda 0. Qaldı bir dənə bu vektorun uzunluğunu tapmaq. Vektorun uzunluğu necə tapılır? Kök altında onun koordinatlarının kvadratları cəmi ilə tapılır. Bu da olacaq 5. Cavabımız 5 olur. Deməli, sadəcə vektorlar üzərində xətti əməllərdən söhbət gedir. Bir də vektorun uzunluğunun hesablanmasından söhbət gedir. Sadə bir sualdır. Hətta buraxılış səviyyəsində, yəni orta məktəb buraxılış səviyyəsində düşən sualdır. Yəni, burada mix səviyyəsindən hələ ki, baxdığımız suallarda mix səviyyəsindən söz gedə bilməz. Yəni, sadə suallardır hələ ki. Aha. Belə bir sual var funksiyalar mövzusuna dair. F2 bərabərdir. Deməli, 2x üstəgəl 1. Əgər x böyük bərabərdir, mənfi 1 olarsa, x kvadratı, əgər x kiçikdir 1 olarsa. İndi bizə deyir ki, f1 üstəgəl f mənfi 2-ni tapın. Bərabərdir. Gəlin tapaq. Baxın, 10-cu sinif sualdır bu sualda. 10-cu sinif dərsliyində olan sualdır. Yəni, dərslikdə belə tip suallar var. Baxın, F1. F1 nə deməkdir? Axı, bizə şərt verir ki, x 1-dən kiçikdirsə, konkret olaraq 1-dən kiçikdirsə, bununla gedəcəm. Mənfi 1-dən böyükdürsə və ya mənfi 1-ə bərabərdirsə, bununla gedəcəm. İndi 1 mənfi 1-dən böyük bir ədəddir. Deməli, mən F1-i hesablamaq üçün bax, bu funksiya ilə gedəcəm. Yəni, x-in yerinə 1-i burada qoyacam. 2 vurulsun 1 üstəgəl 1. Üstəgəl, bax, buradakı üstəgəli qoyuram. İndi f mənfi 2-ni hesablamalıyam. Mənfi 2 1-dən kiçik bir ədəddir. 1-dən kiçik olduğuna görə x-in yerinə mənfi 2 yazacam. Mənfi 2-nin kvadratı bərabərdir. 2 dəfə 1-in 2. Üstəgəl 1, 3. Üstəgəl mənfi 2-nin kvadratı 4. Bu da oldu 7. Burada cavabımız 7 olacaq. Bu da sadə sualdır. 22-ci sualımız. Gəlirik 23-cü sualımıza. Bax, mənfi 8 tam 2-də 1 çıx 3-də 2 bölünsün 2 çıx 1. Bərabərdir. Bərabərdir. Mənfi. Hələ ki, mötərizənin içini hesablayayım, qoy. Deməli, belə olacaq mötərizənin içində. 8 tam 2-də 1-dən 3-də 2 çıxmalıyam, düzdür? 2-də 1-dən 3-də 2-ni necə çıxacam? Ortaq məxrəc tapmaqla, ortaq məxrəc 6, bunları vurdum. İndi çarpaz vuracam. 3 dəfə 1-in 3, çıx 2 dəfə 2-nin 4. 8 tam 6-da 3-dən 4 çıxdım, mənfi 1 oldu, düzdür? Bu 8 tam 8 üstə gəl deməkdir də, bilirsiniz. Bölünsün 2, çıx 1. Baxın, bərabərdir, mənfi. İndi 8 tamı mən 7 tam 6-da 6 yaza bilərəm. Üstə gəl çıxda çıx deməkdir.
Bu da mənfi 7 tam 6 altdan 6-da 1 çıxanda 7 tam 6-da 5 eləyir. 7 tam 6-da 5 böl 2 çıx 1. Mənfi 6 və 7-nin 42 o da 5 47 6-da 47. Baxın indi böl 2 demək vur 2-də 1 deməkdir. Bərabərdir. Əslində bunu şifahi şəkildə də hesablamaq olar. Lakin ən xırdalığına qədər hesablamaları yazıram ki, deməli bəzi müəllimlər yaza bilər ki, bu necə tapdın? Yəni ən xırdalığına qədər yazıram ki, açıq-aşkar görə biləsiniz. Çünki 23-cü sualda artıq və beynimiz yorula bilər burada. Deməli baxın 6 və 2-nin 12 mənfi 12-də 47 çıxılsın 1. Düzdürmü? Bu 1-i də 12-də 12 yazacağım. 12-də 47 çıx 12-də 12. Mənfi 12-dir. Bax 2 dənə mənfi varsa bunları toplayacağım. Mənfi 47 mənfi 12 mənfi 59. Mənfi 12-də 59 olacaq cavabımız. Hətta bunu tam hissəyə də ayırıb verə bilərlər. Mənfi deməli 4 tam 12-də 11. 12-nin 4-də 48 üstəgəl 11. Aha 59. Bax belə bir cavab olacaq cavabımız. Yəni kəsrlər üzərində hesablama əməlidir. Rahat kəsrlər üzərində hesablama əməlidir. Həm də mənfi müsbət verildiyi üçün bu tam ədədlər üzərində əməllərə də əsaslanır. Bu da 6-cı sinif mövzusudur. 6-cı sinif mövzusudur. Deməli, bu da nə oldu? 23-cü sual. İndi gəlirik 24-cü suala.